Molla Nəsrəddin Çətin Günlərimin Dostu film adlanır. Artıq 2 ildir bu proyekt deməli, bu film çəkilir. Bunun əsası qoyulub Şuşada. Şuşada konferans, üzv ölkələrin konferansı baş tutdu və orada qərara gəldilər ki, mənim bu deməli ideyamı, mənim bu deməli filmimi həyata keçirmək haqqında qərar oldu. Qarabağlar Türbəsinin çəkiliş məkanı kimi seçilməsi təsadüfi deyil. Abidənin qədimliyi, özünə məxsus memarlığı və yaratdığı mənəvi mühit filmin əsas qəhrəmanı Molla Nəsrəddinin müdrikliyi və xalq yaddaşı ilə səsləşir. Molla Nəsrəddin filmi əsrlərdir xalq arasında yaşayan, düşündürən və güldürən satirik obrazın həyatına və ibrətamiz hekayələrinə fərqli ekran yozumu gətirir. Filmdə məqsəd Molla Nəsrəddini yalnız yumorun qəhrəmanı kimi deyil, həm də xalq müdrikliyini, həyat təcrübəsini və mənəvi dəyərləri özündə yaşadan bir obraz kimi təqdim etməkdir. Qarabağlar Türbəsinin unikal memarlıq quruluşu isə ekran görüntülərinə xüsusi estetik çalar qatır. Çəkiliş qrupu tarixi abidənin müxtəlif hissələrində filmin mühüm səhnələrini lentə alıb, məkanın təbii atmosferindən yararlanıb. Biz artıq bütün 6 ölkəni çəkdik, 6 ölkədə çəkdik. Azərbaycan, Qırğızistan, Türkmənistan, Özbəkistan, Qazaxstan və sonda da mən istədim, bu mənim istəyim idi ki, bax burada Qarabağlar kəndində, bax bu gözəl, deməli bu arxitektura şedevri buna deyə incisi olan deməli bu türbəni biz filmə salaq. Baş rolun ifaçısı Qazaxstan aktyoru, deməli yaşlı Nəsrəddini oynayır Qazaxstan aktyoru Ata Sagizbay Karabalin. Onun deməli cavanlığını oynayır Azərbaycan aktyoru George. Bax bu incini mən təsadüfən gördüm internetdə. Və dərhal dedim ki, biz bunu da çəkməliyik. Naxçıvanın zəngin tarixi və mədəni irsi filmin ideya xətti ilə də səsləşir. Belə məkanların ekran əsərində canlandırılması yalnız filmin bədii ifadə imkanlarını genişləndirmir, həm də tarixi irsimizin tanıdılmasına, qədim abidəmizin yeni auditoriyalara çatdırılmasına xidmət edir. Beləliklə, xalqımızın əsrlərdir sevə-sevə danışdığı Molla Nəsrəddin yenidən kino ekranına qayıdır. Bu dəfə onun müdrikliyi Naxçıvanın qədim daşları, Qarabağlar Türbəsinin əsrlərə söykənən səssizliyi fonunda özünə məxsus bir ekran hekayəsinə çevrilir. Əli Məmmədov, Azər Həsənov, NTV Xəbər.